Birinci gerek iktidara gelmek isteyen qüvvələr ölçsünlər, bilsinlər ki, onların hansının iktidara gelip Azərbaycan kimi bir ağır devirde yaşayan ölkənin problemlerini həll edə bilərlər. İkinci de eğer buna arxayindirlərsə, buna inanırlarsa, onda gerek bunu normal yoldan edəsinlər. Düşmançılıq yoluyla etməsinlər. Bunları da aradan kaldırmak için mən hesab edirəm ki, diyalog indi Azərbaycan üçün daha da zəruridir. Və mən bunu bəyan etmişəm. Mən bu diyalogun tərəfdarıyam. Və hesab edirəm ki, diyalog olmalıdır. Eğer biz indi Ermənistan-Azərbaycan konfliktini sülh yoluyla həll etmək üçün Azərbaycan torpaqlarını işgal etmiş, Azərbaycanlıların yerindən, yurdundan çıxartmış Ermənistan rəhbərliyi ilə görüşürüksə, danışırıqsa və diyalog aparırıqsa, elə bunun özü də diyalogdur da. İndi bizim ölkəmizdə bir millətə, bir ölkəyə, bir xalqa mənsub olan insanlar nə üçün bu diyalogdan çəkinməlidirlər? Diyalog ola bilər, hər dəfə nəticə verməsin. Ancaq diyalogun özü özlüyündə mən o dediyim istiqamətdə iktidar, müxalifət münasibətlərini tənzimləyə bilər. Mən hesab edirəm ki, bundan qaçmaq olmaz. Və iktidar da bundan qaçmamalıdır, müxalifət də bundan qaçmamalıdır. Ancaq bunlar hamısı iddiasız olmalıdır. Müxalifət anlamalıdır ki, iktidar var. Ve iktidar da anlamalıdır ki, müxalifət var. İktidar müxalifəti kabul ettiği kimi, müxalifət de iktidarı kabul etməlidir. Eğer her iki taraftan bu olmasa, bu mümkün değil. Yahut da ki, kimse müxalifətdə hesab edir ki, onlar zorla bugünkü iktidarı nəzə məcbur edə bilərlər. Bu mümkün değil. Bu saat sizin psixoloji üstünlüyünüz var müxalifət tərəfdən. Yəni müxalifətlə münasibət baxımından. Müxalifət tutalım, indiki iktidarı şübhə altına alır. Mən hansı konkret müxalifəti bilirsiniz nəzərdə tuturam. Amma siz müxalifətin mövcudluğunu şübhə altına almırsınız. Bu artıq ilk addımdır. Yəni müxalifəti siz qəbul edirsiniz, indi növbə müxalifətin iktidarı qəbul etməlidir. Düz başa düşdüm mən siz. Bəli. Baxmayaraq ki, o müxalifətdə olan insanların bəziləri vaxtilə cinayət ediblər. Yəni bizim iktidarda olduğumuz vaxtda cinayət ediblər. Baxmayaraq ona. Mesela məlumdur, bunu bir neçə demiş ki, onların bəziləri Azərbaycanda 95-ci il mart hadisələrinin yaranmasında iştirak ediblər. Bu məlumdur bizə. Məlumdur. Başqa cinayətlər ediblər. Bu da məlumdur. Ancaq bir halda ki, indi bunlar müxalifət kimi siyasi fəaliyyətdədirlər. Demək, hesab edirəm ki, onların o cinayətinə bizim qanunlar baxacaqdır, bir gündə baxması sabah baxacaqdır. Ancaq bunlarla danışıq aparmaq olar. Diyalog